Çado bölməsinin kölgə hərbi hava qüvvələrinin kəşfiyyat operatorları Şark kəşfiyyat pilotsuz təyyarəsindən istifadə edərək işğal olunmuş yaşayış məntəqələrindən birində nadir Rusiya Novaçki pilotsuz uçuş aparatı idarə etmə kompleksini aşkar ediblər və məlumatı artilleriyaya ötürüblər. Dəyəri 70 milyon dollar olan tərkibində 7 ədəd qranat tipli kəşfiyyat pilotsuz təyyarəsi və 2 idarə etmə stansiyası olan kompleks artilleriya zərbəsi ilə məhv edilib. Zərbə nəticəsində kompleksin heyətinin bir hissəsi məhv edilib. Sağ qalanlar isə qaçmağa və özlərini xilas etməyə çalışıblar. Kompleks kəşfiyyat eləcə də müxtəlif artilleriya qurğuları və çoxsaylı reaktiv yaylım atəşi sistemləri üçün koordinatların təyin edilməsi üçün istifadə olunur. Kompleksə daxil olan pilotsuz təyyarələrin əməliyyat radiusu 10 ilə 10 kilometr arasında dəyişir. Kompleks ilk dəfə 2020-ci ildə Donbas bölgəsində, Ukrayna ərazisində istifadə edilir. ...2022-ci ilin payızında Rusiya hökumətinin qərar qəbul etmə mərkəzlərini paytaxtdan başqa bir şəhərə köçürmək üçün ehtiyat plan müzakirə etdiyi barədə məlumat yayılmışdı. Bu barədə hökumət mənbələrinə istinadən Rusiyanın Kremlin Tabakerkası adlı telegram kanalı xəbər vermişdi. Namizəd şəhərlər arasında 3 şəhərin adı çəkilirdi: Yaroslavl, Yekaterinburg və Kazan. Kanalın həmsöhbətləri bildirmişdilər ki, hökumət artıq paytaxtı köçürmək qərarını verib. Prosesə bəzi siyasi qurumlar və idarələrlə başlamaq planlaşdırılır. Həqiqətən də düşmənin son hücumları ilə bağlı bəzi qurumların köçürülməsi barədə müzakirələr intensivləşib. Amma heç bir ağıllı insan Moskvanı Novosibirsk və ya Kazanla dəyişməz, deyə hökumət mənbəsi bildirib. Son aylarda Kiyev Rusiyaya qarşı uzaq mənzilli dron hücumlarını artırıb. Xüsusilə Moskva və əsas hərbi infrastruktur hədəfə alınıb. Çox vaxt dronlar hədəfə çatmadan vurulsa da, təhdid mülki hava nəqliyyatında dəfələrlə fasilələrə səbəb olub. Yanvarın 1-dən bəri Ukrayna dron hücumları Rusiyada 225-dən çox hava limanının müvəqqəti bağlanmasına səbəb olub. Xatırladaq ki, Rusiyanın əsas üstünlüklərindən biri onun geniş əraziləri, hərbi ehtiyatları, cəbhə qüvvələri, ağrıya dözümü və maliyyə ehtiyatlarıdır. Lakin Ukrayna dəfələrlə bu sabun köpüklərini yenə ilə deşə biləcəyini göstərib. 2022-ci ilin sonunda Ukraynalılar işğal olunmuş Şimal Ukrayna ərazilərindəki təchizat yollarına zərbələr endirərək Rusiya mövqelərinin tez və alçaldıcı şəkildə çəkməsinə səbəb olmuşdular. 2023-cü ildə Krımı Rusiyaya birləşdirən Kerç körpüsünə zərbə vuruldu. Ötən il isə Ukrayna birbaşa Rusiyanın Kursk bölgəsinə daxil olaraq Rusiya hərbi maşınının sərhədlərinin nə qədər həssas olduğunu ortaya qoydu. Hər dəfə bu cür hücumlar müharibə narrativini Ukraynanın xeyrinə dəyişdi. Bu həm də bir həqiqəti ön plana çıxarır. Texnologiyadakı irəliləyişlər, dəqiq kəşfiyyat və cəsarətli icra sayəsində əvvəldən taleyi həll olunmuş sayılan hərbi gedişləri dəyişmək mümkündür. Ukraynanın 2023-cü ildə ilk dəfə hücum dronlarından istifadəsi indi geniş miqyaslı taktikaya çevrilib. Bu da ona Rusiya piyada hücumlarının təzyiqi altında sağ qalmağa imkan verir. Ukrayna dəniz dronları ilə Rusiyanın Qara dəniz donanmasına da zərbələr endirib. Rusiyanın köhnələn hərbi sistemi uzun müddətli müharibələrə hazır olduğunu və qorxmazlığını nümayiş etdirməyə çalışır. O zamanın öz tərəfində olduğu ideyasını əsas üstünlük kimi istifadə edir. Lakin bu həftə sonu baş verən kimi zərbələr onun texnikasının həssas, məhdud və ehtimal ki, asanlıqla əvəzlənə bilməyəcəyini göstərir.
Ukraynalı hərbi ekspert Oleg Shtanov Rusiyanın ərazisində Ukraynanın apardığı fəaliyyətin nəticələri ilə bağlı vacib məlumatlar açıqlayıb. İki xarici şirkət tez-tez baş verən dron hücumları təhlükəsinə görə bəzi reyslərini Moskvadan Sankt-Peterburqa köçürməyə hazırdır. Düymə günü axşam Moskva meri Sobyanin gün ərzində 5 dronun vurulduğunu bildirdi. Budur, vəziyyət. Görürsünüz, bütün xarici şirkətlər Rusiya Federasiyasını tərk etməyib. Bəziləri hələ də bu terrorçu ölkəyə uçuşlar həyata keçirir. Lakin bizim hava limanlarının fəaliyyətinə yaratdığımız şərait xarici şirkətləri Rusiya şəhərlərindən çıxmağa məcbur edir. Başa düşdüyümə görə tezliklə Moskvaya yalnız atla getmək mümkün olacaq, çünki Rusiya Federasiyasında texnika qalmayıb. Ön cəbhədə qoşunlarımızın məhv etdiyi texnika sayı ölçüyə gəlməzdi. Artıq 10 minlərlə ölçülür. Məncə yaxın zamanda səmanı da bağlayacağıq. Üstəlik, may ayının ortalarında ballistik raketimizin uğurlu sınaqdan keçməsi xəbəri yayıldı. Uçuş məsafəsi 300 kilometr, döyüş başlığı isə 400 kiloqramdır deyə hərbi ekspert məlumat verib. Sonra Oleg Shtanov əlavə edib ki, 300 km başlanğıc məsafədə. Düşünürəm ki, gələcəkdə bu məsafə 500 kilometrə çatdırılacaq ki, bir zərbə ilə Moskvaya çata bilək. Beləliklə, yaxın vaxtlarda Moskvaya təyyarə uçuşları dayanacaq. Aeroflot ehtiyat hissələrinin olmaması səbəbindən uçuşlarını dayandıracaq. Xarici şirkətlər digər şəhərlərə keçəcək. Beləliklə, Moskvaya yalnız Rus vətəndaşları at arabası ilə gedəcək. Rusiyanın mülki aviasiya qurumu Rosaviaçiya hava təhlükəsizliyini təmin etmək üçün uçuşları tez-tez dayandırır. Son həftələr hər iki tərəf uzaq mənzilli zərbə əməliyyatlarını intensivləşdirib. ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqları isə Rusiyanın 3 ildir qonşusuna qarşı davam etdirdiyi işğalını dayandırmaq məqsədi ilə davam edir. Ukrayna prezidenti Volodymyr Zelenski bildirib ki, Rusiyanın şəhərlərə qarşı raket və dron hücumlarının intensivləşməsi fonunda ölkəsinin hava hücumundan müdafiə imkanlarını təcili gücləndirməyə ehtiyacı var.